Daha 5-ci çalışmaya baxaq. Yer şəklinə əsasən suallar cavablandıran. Deyir ki, buz ölçü ərazilərdə yük daşımadır burada. Görünür. A çalışmasından təsvir edilib şəkildə Y-də. Norveçin sərt iqlimindən orada Şəklin altında yazıb baxın. Şəklin altında yazıb buz baxın. ölçü ərazilərdə yük daşıma. Yük daşıma. Dedi Norveçin ərazisi necədir? İqlimi necədir? Sərt. Sərt, soyuqdur, mənfi temperaturlar çox müşahidə olunur, donuşuqlar geniş yayılır. B-yə bax, B çalışmasına bax. Norveçin şimalındakı dənizdən buz örtülü olması ölkənin mövqeyinə necə təsir edir? Necə, buzlu örtülü olması necə təsir edir? Gəmilər gedəmir. Yəni sərt iqlimi var, buzlaqlar geniş yayılır. Bəs Norveç buna çıxış yolu kimi cis texnologiyası vasitəsilə havanın temperaturunu müəyyən eləyir, küləklərin mövqeyini müəyyən eləyir. Bu nəticəsində gəmiçiliyin inkişaf elətdirə bilər həmin ərazilərdə. Bəs C-yə bax. Ekstremal hava şəraitində cis xəritələr təhlükəsizliyi necə təmin edir? Hava şəraitin məlumat verir. Haqqında məlumat toplayır. Daha sonra yağıntılar haqqında məlumat verir. Buzlaqların qalınlığı haqqında məlumat yığır. Yəni necə oldu? İndi cisin əhəmiyyəti bizim üçün nə oldu? Cisin əhəmiyyəti bizə hava məlumatı, sonra təhlükəsizliyi təmin eləyir. bəli. Sonra ətraf mühiti qoruyur. Yəni elə şəkillərdən baxsan görərsən, yəni təbii ehtiyatlardan səmərəli istifadəni təmin eləyir. Yəni bu qədər.